Son illər kiprik qaynağı qadınlar arasında ən çox müraciət olunan gözəllik prosedurlarından biridir. Bir neçə saatlıq proseslə tuşsuz da uzun və dolğun kipriklərə sahib olmaq mümkündür. Amma bu prosedur həqiqətən təhlükəsizdirmi? Prosedur xüsusi yapışqan və süni kirpiklər vasitəsilə təbii kirpiklərin üzərinə tətbiq olunur. Kirpik qaynağının müxtəlif növləri var. Natural effekt var, türkü var, dələ var, kukla effekti var. Bu göz formasının üzü aşağı düşməyindən, üzü yuxarı qaldırmaqla, vizual görünüşü dəyişməyinə görə seçilir. Avantajı odur ki, xanımlar makiyajdan azad olurlar. Ən azı bir ay müddətinə tuşdu, makiyajdı, gündəlik, çox böyük rahatçılıqlar var. Yaş kateqoriyasına qalanda isə ən çox xanımlar 20-50 yaş arası xanımlar edir. Tam təmizlənir və kirpiklər yağdan arındırılır. Bu mərhələ yapışqanın daha möhkəm qalması üçün vacibdir. Kipriklərin uzunluğu və qalınlığı müştərinin göz quruluşuna uyğun seçilməlidir. Həddindən artıq ağır kirpiklər təbii kirpiklərin tökülməsinə səbəb ola bilər. Sıxlığa görə dəyişir, klassik olur, 2D, 3D və daha artıq sıxlıqlar ola bilər. Sıxlıqların növünə görə, yəni daha nə qədər çox sıx olsa, o qədər qoyulmuş tükün nazik olmalıdır ki, öz kipriyinə yük olmasın. Bəzi xanımlar düşünür ki, nə qədər uzun müddət qalırsa, bu o qədər yaxşıdır, heç də elə deyil. Müddəti var, maksimum bir ay qalıcılıq var. Prosedurdan sonra gözləri ovuşdurmamaq, yağlı kosmetik vasitələrdən uzaq durmaq və vaxtında korreksiya etdirmək mütləqdir. Gördüyünüz kimi, kiprik qaynağı düzgün mütəxəssis və qaydalara əməl olunduqda həm estetik, həm də təhlükəsiz ola bilər. Əsas məsələ gözəllik naminə sağlamlığı təhlükəyə atmamaqdır. Gözlərin üst və alt qapaqlarına icra edilən bu prosedur gigiyenik və steril məhsullarla aparılmalıdır. Bəs kiprik qaynağının gözlərə zərəri varmı? Əgər yapışdırıcı maddələr həddindən artıq keyfiyyətsizdirsə, bu gözdə iltihabi xəstəliklərə səbəb ola bilər, konjunktivitlərə, blefaritlərə, kiprik tibi xəstəliklərinə səbəb ola bilər və həddindən artıq uzun müddət kiprikləri daşımaq, yəni istifadə olunan kipriklərin taxılma müddətindən sonra 2-3 həftə istifadə müddəti var. Ondan artıq daşıdığımız zaman bu kiprik diblərinə təbii ki, ağırlıq verir və kipriklərimizin tökülməsinə səbəb olur. Təbii ki, ilk növbə sağlamlıqdır. Ona görə də seçimdə diqqətli olaq. Gözəl görünmək naminə gözlərimizi təhlükəyə atmayaq. Əzizə Mahmudzadə, Zaur Haşimov, Telesəhər.